müştərilərim Xırdalanın qurğundan 150-200 metr içəri Xırdalana girişdə düz yolun kənarında polisin düz demək olar ki yanına yaxın Astanovkanın yanı 4 mərtəbəli böyük bir apartmanın 3-cü mərtəbəsi 72 kvadrat kupcalı 2 otaqlı əşyalı evimiz çıxıb satışa gəl. Gəl Nafiq, gəl. Gəl. Şəfi zal hamısı qaldı çöldə. Bax, sağ əldə sanuz edin. Bütün əşyaları qalır. Evdə 2 dənə əşyanı götürəcəklər. Onda istəsiz razılaşa bilərsiniz. Bir televizordur, bir də taxt. Bax, şkaflarına kimi hər bir şey qalır. 72 kvadrat, 2 otaqlı. Özü böyük. Tək kuxlanın özü bir dənə zal deməkdir. İndi göstərəcəm. İndidən deyirəm ki, biraz həyəcanlanasınız. Bax, bu bir yataq otağı. Bütün pəncərələrdə çölə baxır. Natif, bax, buradan belə bir dənə götürdün, qardaşım. Gəldin. Çünki çox gedir. Bu zal. Natif, zala bax. Zalın genişliyinə bax. Bütün əşyalarda qalır. Bir dənə televizordan başqa ev sahibinindir. O da deyib ki, kimə istəsə razılaşa bilərik. Gəl kuxnaya, əsas ona bax. Bunun minimum 3 otaq eləmək olar. Gəl. Bax, kuxnasının böyüklüyünə bax. Bütün əşyalar qalacaq. Taxtdan başqa, bir də televizordan başqa. Bu da bunun balkonu. Əməlli başlı yekə balkonu var. Sabah bu kuxnanı yandırdım özümü. Sabah bu kuxnanı çıxart balkona. Gör nə boydadır balkonu. Kombisinə kimi var. Balkona çıxart, buranı bir otaq elə. Böyük bir otaq elə. 72 kvadrat. Qiyməti şok eləyəcək ya siz. Səmimi deyirəm. Yəni bu qiymətə ev yoxdur yəni. Qiymət 110.000 manat kupcalı 3-cü mərtəbə. Tam remont, tam əşyalı. Bir dənə televizor, bir də taxt. Götürülə bilər, o da danışıqdan asılıdır, qala da bilər. Kanalıma abunə olmağı unutmayın, rəy yazmağı unutmayın. Öpürəm sizləri.